Mütləq və nisbi rütubətlik anlayışlarının izahına baxırıq. Əvvəlcə deyək, mütləq rütubətlik nə deməkdir? 1 kub metr havada olan suyun qramlarla miqdarına mütləq rütubətlik deyilir. Məsələn, müəyyən bir temperatur 10 dərəcə Selsi temperaturda 1 kub metr havanın tərkibində olan su buxarı. Deyək ki, 7 qram su buxarı var. Baxın, 1 kub metr havada olan suyun qramlarla miqdarı adlanır mütləq rütubətlik. 10 dərəcə Selsi havada deyək ki, 7 qram su buxarı var. Bu bizim faktiki rütubətimizdir, yəni mütləq rütubətimizdir. Bəs nisbi rütubət nə deməkdir? Nisbi rütubət isə müəyyən temperaturda, yenə 10 dərəcə Selsi temperaturda 1 kub metr havanın tərkibində olan faktiki su buxarının, yəni mütləq rütubətin həmin havanın doyması üçün lazım olan maksimum su buxarına, yəni 9 qrama nisbətinə isə nisbi rütubət deyilir. İndi buna uyğun bir məsələyə baxaq. Baxın, 30 dərəcə Selsi temperaturda 1 kub metr havada 12 qram su buxarı var. Nisbi rütubətliyin neçə faiz olduğunu hesablayın. Əvvəlcə deyirəm ki, bu cədvəldən görmüşdüm ki, 30 dərəcə Selsi havanın doyması üçün 30 qram su buxarı lazımdır. Yəni 30 qram olsaydı 100% olardı. Amma hal-hazırda havada 12 qram su buxarı var. Bu isə x faizdir. X bərabərdir 40%. Deməli, nisbi rütubət havada olan faktiki rütubətin həmin temperaturda havanı saxlaya biləcəyi maksimum su buxarına faizlə nisbətinə deyildi. Bizə ola bilərdi ki, burada 12 qram verməzdi, yəni mütləq rütubəti və nisbi rütubəti verərdi 40%. Bizdən də tələb eləyərdi ki, mütləq rütubəti tapın. Bu zaman nə edəcəkdim? Bu zaman yenə deyəcəkdim ki, 30 dərəcə Selsi havanın doyması üçün 30 qram su buxarı lazımdır, yəni 30 qram 100%-dir, x qram isə 40%-dir deyəcəkdim və mütləq rütubəti tapacaqdım.